Bakıda daha bir marşrut avtobusu yenilənir. Belə ki, diqqətli olaq. 13 oktyabr gündəm xəbəri nefrində bir xəbər diqqətinizə çatdırırıq. Belə ki, Bakının Sabunçu Dəmir Yol Stansiyasını Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi və metronun Dərnəgül stansiyaları ilə əlaqələndirən 93 nömrəli marşrutda istismar olunan avtobuslar yenilənir. Bu barədə Gündəm Xəbər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbər verir. Məlumatda bildirilir ki, oktyabrın 14-dən sərnişinlərin xidmətinə veriləcək 10 ədəd King Long markalı avtobus müasir ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub və yeni avtobusların xəttlərə buraxılması ilə bu marşrut üzrə hərəkət intervalı 11-12 dəqiqə təşkil edəcək və avtobuslarda ödəniş nəqdsiz qaydadadır. Marşrut üzrə gediş haqqı isə 60 qəpik müəyyən olunub. İctimai nəqliyyat sistemində sərnişinlərə keyfiyyətli xidmətin göstərilməsi məqsədilə marşrutlarda istifadə olunan avtobusların yenilənməsi qeyd eləyək ki, mərhələli şəkildə davam etdirilir deyə məlumatda bildirilir.